Əgər bütün bəşəriyyət ədub canım ola, ürək süqut eləməz olduğu mətanətdən. Rica-u xəffə məkan vermərəm gər alimlər, min ildə baz edələr dəhşətə qiyamətdən. Pələnglər tuta dövrüm çəkinmərəm əsla, və ya o ki vəd edələr dövləti cihalını mənə, ki bir kəsə baş əyib, içimi bəyan eləyim, əyilmərəm nə ki yer, versələr səmanı mənə. Yanımda gər dura cəllad, əlində şəmşiri, ölüm gücü ilə mənə hökm edə olan təslim, əyilmərəm yenə haşa. Ölüm nədir ki onun, gücü ilə xalqa həqiranə eyləyim təzim. Cahanda yox elə bir qüvvə baş əyim ona mən, fəqət nə güclü, zəif bir vücud var ya bu, ki hazıram yıxılıb xavki payına hər gün, öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o? Ana, ana, o adın qarşısında bir qul tək, həmişə səzdədə olmaq mənə fəxarətdir. Onun əli ilə bəla bəhrinə yuvarlansam, yenə xəyal edərəm bəzmi istirahətdir. Əsey külək, bağır ey bəhri biyaman, ləpələn, atıl cahana sən ey yıldırım, alış parla. Gürulda, tavqi səmavi gürulda, çatla, dağıl, sön ey günəş, yağışın yağdır, ey buludağla. Bunlar mənə əsər eylərmi? Mütləqa yox, 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 fəqət ana, o müqəddəs adın qabağında, o pak bağrına bassın məni, desin layla. Təbəssüm oynadaraq titrəyən dodağında, bütün vücudum əsər, ruhum eylər pərvaz, uçar səmalara o aləmi xəyalətdə, yatar, ölər bədənim, nitqdən düşər bir söz. Ana, ana, sənə mən rahibəm itaətdə.